Mən özümü aid olduğum xalqın, toplumun, kütlənin içində hiss edirəm. Ona görə düşüncələrimi sizinlə paylaşmaqdan, kommentarlarınızı oxumaqdan ləzzət alıram. Bu, əgər siz sahibkar deyilsinizsə, məvacibə qulluq eləyirsinizsə, insan psixologiyasında belə bir şey var. Biz işin bitməyini Pavlov eksperimentlərindəki kimi mükafat bilirik özümüzə. Ona görə də belə bir parafraz var ki, işdən evə nə qədər də tez gəlsən, o qədər gec gəlmisən. Çox qəribə, paradoksal həqiqətdir bu. İşdən evə nə qədər tez gəlsən, o qədər də gec gəlmisən. Biz o Pavlovçi qabı tıqqılladıb itlərə yemək verirdik. Biz Pavlovun eksperimentindəki kimi işin qutarmağın özümüzə mükafat bilirik. Ona görə iş qutarandan sonra biz birbaşa evdə də iş var axı, evdə də məişət qayğıları var. Onu bırak, onu düzəlt, bunu düzəlt, buna kömək elə filan elə, uşağın dərslərinə bax. Ona görə biz o necə ki orta məktəbdə zəng vurulurdu, dərs qutardı, sevinirdik. İşə də həmən effektlə baxırıq ki, dərs xoş. İş qutardı, gedim biraz parkda verillənim, biraz çayçıda verillənim. Mən hədiyyə qazanmışam axı. Və vaxt itkisi də burada olur. İşdən nə qədər tez çıxırsan, o qədər evə gec çatırsan. Yəni belə bir paradoksal vəziyyət, bu qədər.